Salam, axşamınız xeyir olsun Azərbaycan xalqım. Mən sizi Tataristan vilayətinin Kazan şəhərindən salamlayıram. Axşam saat 00:21-dir. Böyle yaxınlaşdırım da baxasınız. Gündüzlər tikintidə çalışıram, axşamlar da taksidə. 5 manat, 3 manat toplayıb göndərim vətənimə, ailə uşağım dolansın. Ona baxmayaraq ki, özüm də burada rasxod çoxdur. Vergi falan, kommunal ev, kirayə falan. Yəni Azərbaycanda o mənim arxamca qapıma gələnlər ki var. Onlar düşünməsinlər ki, mən burada qaz vurub qaz dolandırırım. Yox. Gecə saat 00:20-dir. Yəni artıq 1-ə yaxınlaşır. Bu günləri axşam çağı qardaşımı Göytəpə polisindən, Göytəpə polis bölməsindən bir heyət gəlib, polis bölməçiləri dəvət ediblər, daha doğrusu aparıblar ki, şöbəyə. O da mal qoyun otaran adamdır, təsərrüfatçı adamdır. Hansı ki, keçən illər onun təsərrüfatının 3-dən artıq ya 3 qoyun qusunu uğramışdılar. Hələ ki, vaxta qədər həmin oğrular tapılmayıb və qoyun quzu da geri qaytarılmayıb. Hələ də bir ortalıqda bir şey yoxdur. Kimisə orada qoyun oğrularından tutublar. O demək deyil ki, o sübut deyil ki, mənim təsərrüfatıma o uğrayıb. Yox. Onun üstündən yıxmaq istədilər ki, Kamran, yəni o uğrayıb sənin təsərrüfatı, amma o sübut deyil. Və məlum, hər kəsə məlumdur ki, o hadisədə mən səhər saat 5-də zavodda işlədiyimə görə soyuqda 20-30 dərəcə marozda çıxdım. Necə mən nə zülmlə gedirəm işə səhər-səhəri, hansı əziyyətlə mən çörək qazanıram və Azərbaycana göndərirəm, balalarım yaşasın. Baxmayır ki, İlham Əliyev 1 manat kömək eləmir. Onun hakimiyyəti, o zəbt elədiyi dövlət 1 manat mənim balalarıma, evimə kömək eləmir. Amma kommunalka ödəyirəm, vergi ödəyirəm falan ki, ailə uşağım yaxşı yaşasın. Belə də, yəni 10% yaşaya bilsin. İndi burada mən səslənirəm mənim hörmətli Cəlilabad rayon Göytəpə şəhərinin, Cəlilabad rayon Göytəpə şəhəri. Nəysə, Göytəpə şəhər polis şöbəsinin aldığım məlumata görə yeni rəis təyin olunub. Bilmirəm nə qədər doğru, düzgün, fərqi yoxdur. Yəni o gedəcək, bu gələcək, eyni camiyyədir. Hörmətli rəis, cənab rəis, adınızı bilmirəm. Mən buradan birbaşa zayibliyyət edirəm ki, mən özüm ictimai fəalam, hüququmu bilən şəxsəm və mən və mənim ailəm, ailə üzvlərim. Biz ali təhsilli adamlarıq. Azərbaycanda baş verən hadisələri mən nə göz yuma bilmərəm, nə uda bilmərəm. O baxımdan özüm də Rusiyada körpəliyimdən bu əziyyət çəkə-çəkə buralarda böyüdüyümə görə Azərbaycandakı gedişatla mən razılaşa bilmirəm və yaşaya bilmirəm. Ora məni sıxır. Ona görə mən uzun müddət ilə Rusiyadayım. Baxmayaraq ki, Azərbaycanda da aləm uşağım. Mənim qardaşımı aparmışsınız və demişsiniz ki, Instagram'da nədir, qaroçi, Amerikanın yaratdığı bu Meta şirkəti. Nəm orada nəm şərh yazıb. Orada bir şey qeyd edib ki, bəs biz polisə yaltaqlanmırıq. Deməli, polis şöbəsinin bugünkü fəaliyyəti ondan ibarətdir ki, belə çıxır. Tərtər hadisələrində qati cinayətkarlar hərbiçilərimizə qarşı etdiyi təcavüz və o məsələni ictimailəşəndən sonra həmin hərbiçilər bəraət aldı, amma bugünkü günə qədər ölənlərin heç birinə şəhidlik verilmir falan. Nəysə, bu dünya ictimaiyyətində artıq dünya ictimaiyyətində məlumdur. Baxmayaraq ki, İlham Əliyev özü çox gözəl də bilir.
Amma gezi tezi var inşallah. İlham Əliyev həmin o qatı cinayətkarlara bu günləri vəzifə verir. Bir növ Tərtəri nə bilim prokuroru verdi. Şəfaət İmranova nə verir. Xanlar Vəliyev aparıb Konstitusiya Məhkəməsinin sədri elədi. Biz artıq bu Tərtər hadisələrinin gedişatına baxa-baxa biz özümüz də yurist olmuşuq. Analiz eləyir artıq. Biz özümüz də siyasətçi olduq, getdik. İlham Əliyev biləsən. Deməli, çox hörmətli bizim Göytəpə şəhər polis şöbəsi. Mən sizdən xahiş etmirəm. Sadəcə tələb edirəm ki, siz bizdən, yəni dövlətə, güya ki də sizin düşündüyünüzdə, dövlətə xəyanətdə, nə bilim, xalqa xəyanətdə, belə şeylər bizdən tapa bilməz. Yəni o bizdə yoxdur elə şeylər. Əslində biz dövlətimizə çox yaxın adamlarıq. Baxmayaraq ki, Azərbaycanda konstitusiya işləmir, hüquqi dövlət kimi normal işləmir, başqa dövlətlərə baxanda. Məhkəmə, hər şey görünür də, hər şeydə YouTube-da da görürük. Sizin iş peşə fəaliyyətiniz mən kadrlarımda verirəm. Gəncləri kriminaldan uzaqlaşdırmaq, narkotikin yayılmasının qarşısını almaq. Mən sizə yəni göstəriş vermirəm, bu siz onu gözəl verirsiniz. Sizin öz peşə fəaliyyətiniz var. Bariqaları, barijnoyları, narkotik satanları açıq-açıq bilinir. Göytəpədə də bilirlər kim kimdən məşğuldur. O Cəllabadda da bilinir. Hər yerdə bilirlər kim nə işləm. Onları qarşısını almaq, yaxlamaq əvəzinə, nə bilim, o pis-pis işlə məşğul olmaq, o işlərin qarşısını almaq əvəzinə gəlib Instagramda Kamal Ağayev orada yazıb ki, biz polisi yaltaqlıq eləmirik. Bu nə söz? Bu nədir ki, sən bunu çağırmısan, get onu sil. Tutalım o sildi, polisə. Mən deyirəm, biz polisə yaltaqlıq eləmirik. Niyə görə bu sözü yazsın? Bax, onun kötüyünü axtarmaq lazımdır ki, bəs vətəndaş niyə aqressiyalıdır? Birinci, həmin polis mənim xilas eləyib şəxsən. Yəni, mənim həyatımda olan böyük bir təhlükənin qarşısını alıb Cəllabad rayon polis şöbəsi. Prokuroru, yəni mən onlara sonsuz minnətdaram. Bu olub 2020-ci ildə. Amma bugünkü gündə də rayonda cinayətkarlığın sayı artıb. Bunu siz də bilirsiniz, Azərbaycan statistikası da bilir. Bir əmi çıxır türmədən, gedir qardaş ballarım baltalayır. Düzdür, 24 saat gəlib qapıda oturmayacaqsınız, bunu bilirik. Amma bu kökündən insanlar yəni zədəlidir. Psixoloji problemləri var. Nəysə, nəyə gətirib çıxadıram? Mənim teritoriyamda, mənim ailə üzvlərimə yaxınlaşıb nəsə yazıbsan, nə bilim, nə yazmayıbsan, belə şeyləri ehtiyac görmürəm. Yəni, eləməyin. Mənim və mənim ailə üzvlərimə yaxın gəlməyin. Biz xəyanətkar deyilik. Biz dövlətimizi sevən adamlarıq. Baxmayaraq ki, mən bu aqressiyaların qarşısında ictimai fəal olmuşam, fəallıq göstərmişəm, jurnalistika fəaliyyətindən, daha doğrusu vətəndaş jurnalistikası ilə fikrimi, hüququmu çatdırma, haqqımı tələb edirəm, çatdıra bilirəmsə, o demək deyil ki, mənə görə mənim ailə üzvlərimə, sən bunu yazıbsın, yazıb da. Yazıb da. Sən get o Tərtər hadisələrində o qatı cinayətkarların adı hallanır açıq-açıq. Onlar yaxala. Kamran Böyünləri haqqı tələbi nədir? Uşaq pulun verməyə. Ölkədən tələb edirəm, İlham Əliyevdən. Mənim uşaq pulumu ver. Övladlarımın haqqını ver. Sabah məndən uşağa əskər aparmağa istəmə. İlinə 5000 manat köçürt, 18 yaşına qədər. Ondan sonra apar, qoy vətənə xidmət eləsin. Haqqın borcun ver, sonra o da vətənə borcun versin. Yoxsa bizim vətənə borcumuz yoxdur. Mənim şəxsən, mənim ağlım düşüncəmdə
və mənim bu çəkdiyim əziyyətlər, istirablar, körpə uşağım orada boynu bükük gəzir. Bizim yəni vətənə borcumuz yoxdur. Yox, dövlətimi kimsə təhqir eləyə, dövlətimə kimsə, yəni mənim üzərimə düşən vəzifə nədir? Dövlətim haqqında nəsə danışa. Hakimiyyət rəhbərlərin yox ha. Dövlətimin haqqında kimsə minus danışa, fərq eləməz. Mən onun cavabını verirəm. Yerində də otururam. Mən dövlətimin tərəfindəyim, hakimiyyətin yox. O mənim borcumdur. Amma vətənə borcluq bu böyük bir sözdür. Vətən birinci borcun yerinə yetirsin vətəndaşa qarşı. Sonra bir dənə plastik pasport verməklə o deməkdir, nəsə verdin sən. Yox, sən bir dənə plastik pasport verirsən. Amma sən o vətəndaşın dünyaya gəlib boya başa çatmağına heç bir dəstəyin yoxdur. Bu qədər. Yəni mən Göytəpə polisi sizlərə səslənirəm. Cəlilabad rayon polis şöbəsi, hörmətli bizim polislərimiz. Mən sizə səslənirəm. Mənim və mənim ailə üzvlərimi narahat etməyin. Bu qədər. Başa düşürəm ki, birimizi başa düşdük. İnşallah mən yaxın zamanda vətənimə qayıdacam, vətənimə, Azərbaycan deyilən bir ölkəyə qayıdacam, ailə uşağımın yanına. Və lazımı suallar varsa yaxınlaşa bilərsiniz. Hüquqi qanunla yaxınlaşa bilərsiniz. Ağayev Kamran, olar sizlə danışmaq. Bir-iki sualımız var. Bəli, buyurun, sualınızı verə bilərsiniz. Mənim o işlətdiyim ki, ifadələr, haqlı ifadələrim ki var, mənim haqqım budur, uşaq pulu ver, mənim yaşamağıma təminat ver, təhlükəsiz yaşamağıma təminat ver. Və mənim ailə üzvlərimə da İlham Əliyev çıxıb efirə dünya ictimaiyyətinə deyir ki, Azərbaycanda işləmək istəyirsən, iş var. Bu bir dünya, bu ölkə rəhbərinin sözünə bax, tikintidə də işləyə bilər. Ölkə rəhbəri o sözü deməməlidir. Minus deyə bu dünya ictimaiyyəti qarşısında bu minusdur Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə, eləcə də İlham hakimiyyəti. Azərbaycanın büdcəsi də, neft gəliri də, qeyri-neft sənayesi də elə bir gəliri var ki, onun vətəndaşı işləməməlidir. Çalışmalıdır ancaq dövlət işlərində. Belə. Yoxsa bugünkü gün vəziyyət nədir? Jurnalistlər olub bu günləri ancaq nə bilim, onun bunun tapşırığı ilə çıxış edir. Bir səhidəni atmış ortalığa, orada keçir nə Akifin ağı elişir, keçir rəqsani elişir, nə keçir dinlara elişir, ona elişir, buna elişir. Son bir yaxın vaxtlarda da demirəm inşallah, yaxın vaxtlarda da məlum olar ki, o da o Epstein hadisəsi var ya, ifşa olunur. O da hansı bir şantaj altında, hansı təsir altında bu çıxışları etməsi məlum olar. Onun da kitabı bağlanar. Çünki bu vaxta qədər görmüşük. Azərbaycanda çoxları kimin səsi çıxır, görürsən ki, bunlar deməli sonraki məlum olur ki, bunlar şantaj altında, şantaj təsiri altında bunlar çıxışlar edilmiş. Azərbaycan xalqı gözü bax buradan tərəzidir. Görür hər şey, nizamlayır. Yəni birimizi başa düşdü inşallah və mənim hörmətli rayon polis şöbəm, eləcə də Göytəpə polis şöbəm mənim və mənim ailə üzvlərimi narahat etməyin. Nəsə sözünüz varsa mənlə bağlı, heç bir bəhanə olmadan, nömrəm var, kimə yaxınlaşır, Kamran Kamilovun telefon nömrəsi var, elektron səhifəm var, mənimlə əlaqə saxlaya bilərsiniz. Bundan qabağa Asif müəllim idi, danışırdıq və məni çalışırdı, sakitləşdirirdi, bəs belə deyil, belə deyil, belə deyil. Dil tapırdıq, razılaşırdıq və yeni gələn rəisimiz də yenə dedi, mənim açıq nömrəm açıqdır. İstəsəz əlaqə saxlaya bilərik. Bəlkə mən səhv düşünürəm, bəlkə mən həqiqətən səhv düşünmüşəm, səhv eləmişəm. Mən sizi dinləməyə hazıram, amma siz də qarşılıq olaraq məni dinləməlisiniz. Mənim sizlə heç bir problemim yoxdur. Nə də mənim ailə üzvlərim sizlə problemi yoxdur. Mənim problemim yox, tələbim var dövlətdən. Dövlət uşaq pulunu ver. Dövlət məni bütün kommunikasiya ilə təmin elə. Mənim məktəbim nə gündədir?
Mənim uşaqlarım hansı şəraitdə təhsil alır? Bax, belə məsələlər var, o da icra məsələləridir. Onun da polisə heç bir aidiyyəti yoxdur. Bu məsələlər həll olunmalıdır. Polis o halda gəlib mənim qapıma gələ bilər, mənim qapımda cinayət baş verə bilər. Mən bir cinayət eləyə bilərəm və yaxud mənim ailə üzvlərim cinayət eləyə bilər. Bu halda polis mənim qapımı gəlib döyə bilər. Yoxsa nəm Instagramda nə yazdın? Yəni, buna görə mənim qapımı gəlib döyməyin. Mənim ailə uşağımı narahat eləməyin. Mənim ailə uşağım stressdədir. 2020-ci ildə baş verən hadisədə mənim uşaqlarım stressdədir. Yəni titrəyir, qorxurlar. Nəysə, dərinə getmirəm. Sadəcə təşəkkür edirəm. Dayı onu o kadra baxanlar biləcəklər ki, mən çox şeyə dəymirəm. Amma təşəkkür edirəm ki, sağ olun ki, mən sağ qaldım. Belə. Yəni birimizə başa düşdük. Mənim ailə üzvlərimi narahat eləməyin. Sözünüz varsa, mənim əlaqə nömrəm var. Yenə də mən sizi dinləməyə hazıram. Düşünürəm ki, siz də məni normal qəbul edəcəksiniz.